Salam, sabahınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalıvadır və bugün də növbəti maraqlı qonağımızla fizioterapiya və reabilitasiya mövzusuna toxunmaq istəyirik. Doğrudan da fizioterapiya və reabilitasiya xəstəliklərin müalicəsində kifayət qədər geniş və önəmli rolu olan bir sahədir. Amma bəzən, məsələn, mən öz cəmiyyətimizdə görürəm ki, insanlar tənbəllik eləyirlər. Deyək ki, 10 seans yazılıbsa, 3-ünə gedib biraz vəziyyəti yaxşılaşan kimi çox da vaxt sərf etməyi sevmədikləri bir sahədir. Biz xoşlayırıq ki, belə əllə tutulur, nəsə olsun, bir dərmanı içim, sağalım. Nəinki aylarla, həftələrlə gedim fizioterapiyaya, reabilitasiya olunum. Amma bu çox önəmlidir, yəqin ki. Və bu haqda bizim bu mövzuda çox güvəndiyimiz həkimlərimizdən olan, əslində bu həkimimiz Türkiyədə çalışır, amma sağ olsun Azərbaycana ara sıra gəlir pasiyentləri müayinə etməyə və bu gəlişində də onu yaxaladım. Türklər demişkən tutdum, gətirdim studiyaya ki, bizim suallarımız çoxdur və mütləq bu sualları məhz siz cavablandırmalısınız. Belə ki, qonağımız İstanbul Universiteti İstanbul Tibb Fakültəsi Fizik Tədavi və Reabilitasiya Fakültəsindən uzmanlıq təhsili almış həkim, fizioterapevt, reabilitoloq doktor Ağalar Cavadovdur. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Çox şadam sizi görməyimə. Bilirəm ki, Bakıya gələndə xəstə sayından kənara çıxmağa vaxtınız olmur. Təşəkkür edirəm ki, gəldiniz və bizim reabilitasiya və fizioterapiya ilə bağlı suallarımızı cavablandırmağa hazırsınız. Mən təşəkkür edirəm ki, siz də dəvət elədiniz. Çox sağ olun. Ağalar doktor, ümumiyyətlə fizioterapevt, reabilitoloq kimdir? Nə iş görürsünüz, belə deyək ki? Bəli, bizim sahə biraz geniş sahə olduğuna görə yaxşı, çox gözəl sual verirsiniz, bəzən qarışır. Fizioterapevt və reabilitoloq həkim olaraq tibb fakültəsini bitirmiş, ondan sonra bəlli bir imtahanlara girmiş və rezidentura dərəcəsinə sahiblənmiş və ən azı 4 illik, bəzi ixtisaslara görə də fərqlənir bu müddət, bitirmiş fizioterapiya və reabilitasiya üzrə uzman həkimdir, belə deyək. Bundan başqa sahələr də var. Məsələn, fizioterapistlərimiz də var, Türkiyədə elə adlanır. Onlar tibb fakültəsini bitirmirlər, sadəcə 4 illik fizioterapiya fakültəsini bitirirlər və biz həkim olaraq bütün müalicə proqramını, həm elektroterapiya, həm idman hərəkətləri, həm medikal müalicəni düzənləyirik. Fizioterapistlərimiz də bizim yazdığımız proqrama görə idman hərəkətləri dediyimiz reabilitasiyanın məşğuldurlar. Yəni icraçıdırlar. Siz təyinat verirsiniz, onlar icra edirlər. Xəstələrin bütün məsuliyyəti, takibi, bütün müalicə proqramı bizə aiddir. Onlar icraçıdırlar. Yəni biz bərabər çox gözəl bir şəkildə işbirliyi qurub işləyirik, amma onların tək başına xəstə qəbul etmək, müalicə yazmaq, dərman yazmaq, yəni o barədə yetkiləri yoxdur, bizə bağlıdırlar. Ağalar dostlar, belə bir sual verim sizə. Pasiyentləriniz kimdir? Hansı yəni ixtisas həkimlərinin yönəltdikləri və yaxud birbaşa gəlib fizioterapevt, reabilitoloqa müraciət edirmi pasiyentlər? Bizim Türkiyədə bildiyiniz kimi biraz Amerika sistemi olduğuna görə dünyada ən yaxşı inkişaf eləmiş reabilitasiya və fizioterapiya üzrə ölkələrdən biridir. Hətta Avropada reabilitasiyada 3 ölkə vardı ki, çox ön planda olan. İspaniya, Fransa və Türkiyə, ondan sonra digər ölkələr gəlir. Mən yaxın zamanda Zürixdə idim, Dünya Manual Tədavi Dərnəyi Başqanlarının Konqresi vardı, orada da bu geniş müzakirə səbəb oldu. Amerika isə bu işdə ən öndə gedənlərdəndir və Türkiyədə də Amerika sistemi var. Onun üçün fizik tədavi həkimlərinin imkanları çox genişdir Türkiyədə. Bir kərə tək başına xəstə qəbul edirlər və bir çox sayda işləmlər edirlər. Sadəcə fizioterapiya deyil də həm medikal işləmlər, həm inyeksiyalar, botoks inyeksiyalar, oynaq daxili inyeksiyalar və s. Eyni zamanda da multidisipliner bir sahə olduğuna görə çox sahələrdən yönləndirmə olur. Məsələn, belə deyək, nevrologiya bir xəstə gəldiyi zaman nevropatoloqa diaqnozu qoyar, xəstənin kəskin zamanda müdaxiləsini edər və geri qalan reabilitasiya hissəsini bizə devr edər və biz takib edərik uzun müddət. Eyni zamanda beyin cərrahları və ya ortopedistlər əməliyyat edər xəstəni, reabilitasiyanla biz məşğul oluruq. Əslində biz işin daha uzun dönəmdə biraz da daha əziyyətli hissəsindəyik. Onlar da biraz daha kəskin dönəmdir və həyat hissəsindədirlər. Biz bərpa hissəsindəyik. Ona görə çox genişdir bizim ixtisas və demək olar ki, hər ixtisaslarla bağlantısı var. Niyə görə? Çünki hər orqanın ayrı reabilitasiyası var. Hətta qırtlağın, udlağın, yəni spesifik orqanların bir də ayrı reabilitasiyası var və orada ön planda bizik. Ona görə bütün sahələrlə bizim bağlantımız var. Yəni mütləq deyil ki, xəstə travmalısın və ya əməliyyat keçirsə reabilitoloqa müraciət etmək üçün. İstənilən problemlə müraciət edə bilər. Təbii ki. Ona görə də biz həkim olaraq, həkim fizik tədavi doktorları ilə fizioterapistlərin fərqi odur. Birbaşa həkim olaraq bizə müraciət edirlər və bütün proqramları biz icra edirik. Eyni zamanda həm yönləndirmə olaraq, həm də birbaşa müraciət edirlər. Amma fizioterapistlər sadəcə icra hissəsindədirlər.
Siz neçə ildir Türkiyədə çalışırsınız? Mən Türkiyədə 12 illə yaxındır ki çalışıram, fəaliyyət göstərirəm. Azərbaycanda da 7 ildir ki, mütəmadi olaraq hər ay və ya 2 aydan bir gəlib gedirəm. Türkiyə və Azərbaycanı müqayisə etsək fizioterapiya və reabilitasiya mövzusunda, düzdür, Türkiyədə də siz həm elə bir insandan dərs almısınız, elə bir insanın yanında olmuşsunuz ki, mən buradan salamlayıram, professor Doktor Cihan Aksoy bizim çox hörmət etdiyimiz, sevdiyimiz hocamızdır. Yəni Cihan Aksoydan dərs alıb, elə onun çalışdığı mərkəzlərdəki kimi böyük bir mərkəzlərdə çalışıb, sonra gəlib Azərbaycanda pasientlər qəbul edəndə nəyiniz çatmırdı bir həkim olaraq? Yəni şərait qane edirdimi sizi? Ümumiyyətlə çox gözəl suallar verirsiniz. Təşəkkür edirəm. Tam nöqtə atışı Türklər demişkən. Cihan Hoca, mən çox böyük şansımdır ki, mən Cihan Hoca mənim, belə deyək də, elmi rəhbərim, tez hocam oldu. Mən İstanbul Üniversitesi İstanbul Tıp Fakültəsinə daxil olduğum zaman biraz da şansım gətirdi ki, Cihan Hocaya denk gəldim və bunun faydalarını get-gedə daha çox hiss elədim. Cihan Hoca Türkiyədə fizioterapiya hissəsi, belə deyək də, fizioterapiyada ən ön planda gedən hocalardan biridir. Və sadəcə fizioterapiyada deyil, başqa tamamlayıcı tıp dediyimiz, məsələn, manual terapiyada da Türkiyədə onun qurucusudur, dərnəyin qurucusudur. Hətta biz manual terapiyanın atasıdır. Elədir. Mən də artıq 10 ilə yaxındır manual terapiya ilə məşğul oluram. Alman hocalardan, İsveçrəli hocalardan, Rus hocalardan bu təhsil almışam və özüm də Türkiyədə 5 nəfərdən biriyəm ki, bütün həkimlərə kursda, belə deyək də, kurslar veririk. Təlim keçirsiniz. Təbii. Bizim İsveçrədən gələn hocamız var, İsveçrə Dərnəyi Başqanı Cihan Hoca, Çapadan çox dəyərli professor doktor Dəmirən Dıracıoğlu, doçent Mustafa Çorum və mən bərabər eğitimlər verdik, belə deyək, kurslar verdik. Biz bu yaxınlarda Dünya Manual Terapi Dərnəklərinin başqanlarının konqresindəydik, toplantısındaydik. Orada hər ölkədən almırlar açıqcası. Mən Türkiyə deleqasiyonu üzərində içərisində Azərbaycanı təmsil elədim. İlk dəfə ki, Azərbaycan təmsil olundu. Çox qürur vericidir əslində. Çox sağ olun. Mən çox sevinirəm bizim həkimlərimiz belə dünya miqyaslı toplantılarda olanda, nə bilim, dərs deyəndə çox sevinirəm. Çünki bu bizim qürurumuz və uğurumuzdur. Çox sağ olun. Mən Cihan Hocanın Türkiyə çapında zaten yetərincə ön planda olduğunu bilirdim, amma orada da dünya çapında nə qədər hörmət olunduğunu və sevildiyini, sayıldığını gördüm. Bizi də gözləmci olaraq Azərbaycana aldılar, sağ olsunlar. İnşallah iləride həqiqi üzv olacağız və bizim planlarımız gələcəkdə bu konqrelərə Azərbaycana gətirməkdir açıqcası. İnşallah qismət olar və orada da buna müsbət yanaşdılar və şərait yaradacaqlarına söz verdilər ki, təbii ki, biz burada əgər yetərincə şərait yaradılsa Azərbaycanda bunun üçün. Azərbaycanda səhv etmirəmsə bir böyük toplantı olmuşdu, nevroloqların toplantısı 2 il öncəmi? Təbii, biz 2 il öncə fizik tədavi və reabilitasiya uzman həkimləri olaraq, Türkiyədə təhsil olan 5 nəfər həkim olaraq, biz ilk dəfə 1-ci Neyroreabilitasiya Konqresini təşkil elədik və burada çox dəyərli Cihan Aksoy hocamızı və Türkiyədən başqa hocalarımızı da dəvət elədik. Çox bir ajiotaja səbəb oldu, çünki Azərbaycanda ilk dəfə ki, fizioterapiya sahəsində bu qədər geniş kapsamlı bir toplantı oldu. Yəni, çox müsbət ürək açan oldu. İnşallah davamını da gətirməyi düşünürük. Mən düşünürəm ki, siz Azərbaycana qayıtsınız. Qayıdandan sonra bu sahə bayağı bir dirçələcək və xeyli inkişaf edəcək inşallah Allahın izni ilə. Sualınıza da cavab olaraq bunu deyə bilərəm ki, Azərbaycanda çox şükür ki, ölkə rəhbərliyinin də dəstəyi ilə tibb sahəsinə çox ciddi bir dəstək verilir. Yeni klinikalar, xəstəxanalar açılır və hər şeyə şərait yaradılır. Sadəcə bizim kimi mütəxəssislərə də biraz belə şərait yaradılsa, sayımız çox olsa, biz çox gözəl işlər edə bilərik. Mən hazır Türkiyədə işlədiyim... Yəni nə çatmır? Avadanlıq mı çatmır? Yəni bu ixtisas üzrə həkimlər mi azdır? Çox gözəl sual verirsiniz. Təşəkkür edirəm bir daha. Belə də, mən Türkiyədə bir universitet xəstəxanasında işləyirəm. Türkiyədə ən böyük, belə deyək, xəstəxanalardan biridir və reabilitasiya mərkəzi də ən böyük reabilitasiya mərkəzlərindən biridir. Bizim həm xarici xəstələr olaraq çox sayda yatılı xəstələrimiz, həm də poliklinik xəstələrimiz var. Və biz bunları aylarca yatırırıq. Bizim hətta 2 il belə yatırdığımız xəstələr var. Onurğa beyin yaralanmaları, beyin travmaları olsun və ya neyromuskular xəstəliklər olsun. Və biz bunlarda bir neçə metodla istifadə edirik. Məsələn, robotik reabilitasiya, aktiv və passiv yerimə robotlar var, əl üçün ayrı robotumuz var, ergoterapeutimiz var, logopedimiz var, inkontinans reabilitasiyası, protezimiz var. Yəni hər cür həm cihazımız var, multidisipliner, həm də buna üçün bizim mütəxəssislərimiz var. Və biz gözəl bir şəkildə iş qururuq. Azərbaycanda nə çatışmır? Birincisi, sığorta sisteminin bizi dəstəklənməsi. Çox təəssüf ki, biz biraz bu konuda biraz belə şikayət etmək kimi çıxmasın da yox, sadəcə deyirik ki, nə hansı işlər görülə bilər daha da biz bu konuda biraz geri qalmışıq. Niyə görə? Çünki fizik tədavi həkimi dönüb çalışan dostlarımız var. Nə təhlil yazdığı zaman, nə də fizioterapiya yazdığı zaman heç bir zaman sığorta bunu qarşılamır. Amma bizim nevropatoloqlar onurğa beyinlə bağlı fizioterapiya yazıb təhlil istəyəndə qarşıdır. Ortopedistlər oynaqla bağlı
qarşıdır. Amma Türkiyədə elə deyil. Onların için qarşılamır, bizimkinin qarşıdır. Çünki bizim ixtisasımızdır. Aha. Yəni biz sığortadan heç bir şəkildə bizim Aha, xəstələrimizə sizin faydalana təyinatınızı bilmirik. sığorta qarşılamır. Heç bir şəkildə qarşılamır və bu da bizim əlimizi qolumuzu yığır, bizim bura gəlməyimizi gecikdirir açıqcası. Türkiyədə çünki sığorta bilirsiniz çox ön plandadır və insanlar özəldə belə az bir maddiyyat ödəyərək sığortadan faydalanaraq istədiyi qədər uzun müddət. Çünki bizim tədavilər uzun müddətli olduğu üçün sığortanın dəstəyi lazımdır. O çatışmır. İkincisi, bəli, bəzi alət avadanlıqlarda da dəstəyə ehtiyac var, robot dəstəyinə ehtiyac var. Dövlətimiz çox şükür sağlığa kifayət qədər yatırımlar edir. Sadəcə bizim kimi mütəxəssislərə biraz dəstək vermək lazımdır. Sığorta konusunda da biraz dəstək vermək lazımdır ki, biz gələk burada əlimiz qolumuz geniş olsun. Həm insanlarımız çox maddiyyat ödəməsinlər, dövlət dəstəyini hiss etsinlər. Həm də biz rahat şəkildə işimizi görək. İnşallah ümidvaram ki, olacaq. Mən bilirəm ki, siz Türkiyədə çox böyük toplantılarda, səhv etmirəmsə bir hansı tədbirdir? Siz orada reabilitoloq kimi o tədbirin bir komandasının bir parçası idiniz. Azərbaycanda da bilirsiniz ki, idman sahəsi, idmana ayrılan diqqət, qayğı və inkişaf da çox gözlə görülürdü. İdman reabilitasiyasında reabilitoloqun rolu nədən ibarətdir? İdman reabilitasiyasını əvvəllər Türkiyədə sadəcə fizik tədavi həkimləri icra edirdi. Hal-hazırda da icra edirlər, amma ondan sonra bizim üzərimizdən sports medicine dediyimiz idman həkimləri bir alt ixtisas ayrıldı. Tabii və İstanbul Üniversitesində bunun fakültəsi var. Onlar da bizdə rotasiyada olurlar. Bizdən də müəyyən şeyləri öyrənirlər. Biz də onlardan bəzi fikir mühadisə edirik. Amma sayları çox az olduğu üçün əsas bu işlə məşğul olan fizik tədavi doktorları, bəzi durumda ortopedistlərdir. İdman reabilitasiyası çox önəmli bir konudur. Dünyanın fərqli ölkələrində hətta hər idman növünə görə ayrı bir alt ixtisaslar var, yan dal dediyimiz alt ixtisaslar var. Türkiyədə də dediyim kimi idman həkimləri az olduğuna görə fizik tədavi həkimləri daha ön plandadır. Həm bu xəstəliklərin belə deyək də kəskin mərhələsini əgər cərrahiyə ehtiyac varsa atlatdıqdan sonra xəstə onun uzun müddətli reabilitasiyasına məşğul oluruq. Həm də ilk planda əgər travma varsa orada cərrahiyə göstəriş yoxsa İlk gündən də biz bunların reabilitasiyasına başlayırıq. Həm idman hərəkətləri ilə, həm elektroterapiya ilə, həm medikal tədavilərlə, bəzi durumlarda oynaq daxili inyeksiyalar edirik, hialuron turşusu, PRP-lər var, steroid inyeksiyaları var. Yəni burada da ön planda gələn fizik tədavi doktorlarıdır və biz ortopedistlərlə xüsusən daha sıx əməkdaşlıq edirik. Misal üçün deyək ki, bir futbolçu futbol oynadığı zaman travma alır dizindən, amma oynamağa davam eləmək istəyir və yaxud çox mühüm bir oyuna qatılmalıdır. Onu necəsə reabilitasiya ilə tez bir zamanda bərpa etmək olarmı ki, ən azından bu maçı yola versin, sonra artıq daha dərin müalicəyə getsin? Təbii ki, öncəliklə biz futbolçunun sağlamlığını daha ön planda gətiririk də, belə deyək, idmanda olan nəticəsindən. Çünki bu belə deyək, çox qiymətlidir də futbolçular bilirsiniz. Biz ilk dönəmdə onun diaqnozunu dəqiqləşdirdik. Deyəlim ki, futbolçuda daha çox nə olur məsələn futbolçularda ən çox gördüyümüz problemlər? Ön çarpaz bağı yaralanmaları, iç menisküs yaralanmaları daha çox olur. Çünki ani travmalara bağlı və ya əzələ yaralanmalar olur. Təbii ki, ön çarpaz bağda tam qopma var, menisküsdə flep yırtığı dediyimiz soyulub içə qatlanma varsa, o zaman cərrahi göstərişdir, sonrasından reabilitasiya. Amma qismi zədələnmələr varsa, biz müəyyən proseduralarını, oynağa daxili iynələrlə və ya elektroterapiyanı biz bərpa edib qısa bir zamanda belə deyək də futbolunu, karyerasını davam etmək üçün şərait yaradırıq. Amma ilk diaqnozu qoymaq lazımdır. Əgər cərrahi göstəriş yoxdursa, dediyiniz kimi eləmək olar, mümkündür. Ən travmatik idman növləri hansıdır? Ən çox travmalar hansı idman növlərində olur? İlk başda futbol deyərdim mən. Ən məşhur və ən travmatik yəni idman növüdür. Ondan başqa bəzi, məsəl üçün belə deyək, karate kimi, bəzi döyüş növləridir, boksdur. Yəni daha çox döyüş növləri belə deyək, MMA-dir. Bunlar daha ön plandadır travma konusunda. Və o idmançıların reabilitasiyası normal insanlarda kimi olmur. Onlarda fərqli proqramlar olur, fərqli cihazlardan istifadə edirik. Onların əzələ gücü var, bəzi indekslər var, dəyərləndirib ona görə xüsusi proqram edirik. Doktor, belə bir sual verim sizə. Son illərdə bu sarkopeniya mövzusuna çox girilir ki, əzələ kütləmizi qoruyun, mütləq ən vacib sizin əzələ kütlənizi artırın, sürətlə arıqlanın və s. Əzələ kütləmizi qorumaq üçün, ümumiyyətlə, misal üçün, deyək ki, 40 yaş üstü qadınlarda o premenopazal dönəm də başlayır. Bu dönəm üçün ən yaxşı, ən faydalı idman sizin yanınıza gəlir. Nə tövsiyə edirsiniz? Valla dediyim kimi, idman növləri çoxdur və biz daha çox individual yanaşmağa çalışırıq xəstələrə. Yəni müalicəvi idman mı daha effektivdir, yoxsa?
normal istədiyi idmana gedə bilərmi? Daha çox müalicəvi idman. Türkcəsi egzersiz dediyimiz idman hərəkətləri. Və bu da xəstəyə görə individual olur. Bir misal var Türkiyədə və həkimlər arasında deyir ki, xəstəlik yoxdur, xəstə var. Yəni hər xəstəyə spesifik, mən özüm dəyərləndirdiyim zaman həm Azərbaycanda, həm Türkiyədə xüsusi idman proqramı verirəm və bu hər xəstəyə spesifik olur. Yəni deyirsiniz ki, bu hərəkətləri elə hər gün bu qədər. Təbii, hər gün bu qədər. Amma ümumilikdə desək, aerobik idmanlar xəstələr üçün, xüsusən yaşlı insanlar üçün çox önəmlidir. Məsələn, üz güclüyü olsun, yürüyüş olsun, bəzi tempolarla koşular olsun, bunlar çox önəmlidir. Pilates çox gözəl bir idman növüdür. Və mən xəstələrimə dediyim kimi individual yanaşıram və ola bildiyi qədərilə hər xəstə üçün ayrı-ayrı proqramlar düzənləməyə çalışıram. Yəni idman proqramı da özəl olanda daha yaxşıdır ki, bu xəstədə bu əzələ qrupu zəifdirsə, bu idman növü, digər əzələ qrupu zəifdirsə, digər idman növü. Təbii ki. Onu əzələ gücünə və bəzi testlər, məndə məsələn portabl ultrason cihazı var. Mən dəyərləndirəm, ehtiyac olsa baxıram orada əlavə iltihab varmı və ya əzələ ölçürəm. Ona görə xüsusi həm də manual müayinələr edib, ehtiyac varsa bəzi elektromioqrafiya dediyimiz əzələnin gücünü ölçən cihaz və ya MRT travmalara görə istəyib, ona görə individual olaraq düzənləyirəm mən. Maraqlıdır. Azərbaycanda ən çox hansı problemlərlə qarşılaşırsınız? Hansı şikayətlərlə gəlir yanınıza xəstələr? Azərbaycanda biraz bizim toplumlarda, Türkiyədə də, Azərbaycanda da biz passiv həyat tərzinə alışırıq, Avropadan fərqli olaraq. Onun üçün xüsusən də onurğa problemləri və bəzi oynaq problemləri çox olur. Yaşlı insanlarda təbii ki, diz, çiyin oynağında problemlər olur. Bəzi, hətta gənclərdə belə, son zamanlarda xəstəliklər biraz gəncləşir. Bilirsiniz də qida keyfiyyətinə görə, həyat tərzinə görə, passiv həyat tərzinə görə daha gənclərdə də biz görürük bunu. Daha çox onurğa beyni və oynaq problemləri. Biz də dəyərləndiririk. Mən oynaqlara məsələn hialuron turşusu inyeksiyası edirəm və çox fayda görür bundan xəstələr. Amma bununla tək başına kifayətlənmirəm. İdman hərəkətlərini öyrədirəm xəstələrə, medikal tədavisini. Yəni multidisipliner bir şəkildə dəyərləndiririk. Xəstənin məsələn bir bu dərmanı istifadə ilə keçəcək deyil də maksimum şəkildə az dərmanla, daha çox idmanla belə deyək və ya başqa fizioterapiya prosedurlarla müalicə etməyə çalışırıq ki, əlavə təsirlər də az olsun və tədavimiz də qalıcı olsun. Dərman bəzi durumlarda çox faydalıdır. Məsələn, ödem varsa onu azaldır. Amma bəzi durumlarda xəstələrdə bağımlılıq yaranır. Alır, ağrı kəsilir, xəstə rahatlayır və idman eləmir. Amma ağrı Allahın bizə verdiyi bir nemətdir. Əslində ağrı yaxşı şeydir. Niyə görə? Harda problem var, oranı göstərir. Biz onu kəsməklə onun gələcəkdə olan fəsadlarını da artırmış olur, bastırırıq biz deyə, unutdururuq onu. Amma gələcəkdə başqa fəsadlar ola bilər. Ona görə ağrını kəsmək deyil, müalicə eləmək, səbəbini araşdırmaq və ağrını yavaş-yavaş azaltmaq. Və bu, siz dediniz, yəni oynaq daxili inyeksiyalar diz oynağına. Bəzən olur ki, pasientlər deyir ki, mən o iynəni vurdurandan sonra ayağım daha da başladı ağrımağa. Bu, doğrudan daha da çox ağrıyır, yoxsa o, bilmirəm, mən belə fikirləşirəm ki, yəqin ki, o inyeksiyadan sonra xəstə rahatlayır və artıq ağrısız yaşamağın nə olduğunu bilir deyə növbəti ağrı ona daha şiddətliymiş kimi gəlir. Yoxsa doğrudan da daha çox ağrıyır. Bəzi xəstələrdə dediyiniz kimi olur. Yəni bəzi bölgələri müalicə edədiyimizdə başqa bölgələrin ağrını hiss etməyə başlayır. Amma çox zaman nə olur burada? Misal üçün hər xəstəyə dediyim kimi individual yanaşmaq lazımdır. Misal üçün xəstənin dizi ağrır, çiyni ağrır. Biz müayinə elədik, MRT-ni istədik. Orada əgər ödem varsa və əks göstəriş yoxdursa, xəstəyə məsələn ödemi çəkib, mən ultrason cihazından çəkib oraya steroid inyeksiyası edirəm. Təbii ki, təzyiq, şəkər və ya mədə problemi məsələ yoxsa. Amma bəzi xəstələrdə misal üçün artroz ön plandadırsa, o zaman o bağ dokularının qırda toxumasını belə deyək, dəstəkləmək üçün hialuron turşusu, peptid kombinasiyaları önərirəm. Bəzilərində yumşaq toxumada problem var, əzələlərdə, bağlarda yırtıq var, o zaman PRP inyeksiyası. Məsələn, xəstənin ödemi var, sən ona PRP inyeksiyası elədiyin zaman onun mexanizması belə deyək, inflamasyonunu artırıb regenerasiya eləmək. O ödemi daha da artacaq, xəstənin dizi şişəcək, ağrısı artacaq, ona olmaz. Və ya hialuron turşusu, az bir miqdarda ödem varsa, olar, çox bir miqdarda ödem varsa onu daha da artıracaq, xəstəni narahat edəcək. Və ya steroid inyeksiyası, xəstədə avaskülər nekroz dediyimiz sümük əgər zədələnməsi varsa, ona vursun, daha da şikayət arta bilər. Ona görə individual yanaşmaq lazımdır. Doğrudan da bəzən belə gözdən qaçdığı zaman və ya kör təbii müalicə elədiyi zaman xəstənin şikayəti arta bilər. Bir də nə ola bilər? Bu inyeksiyalardan sonra biz xəstəyə mütləq deyirik ki, məsələn, hialuron turşusundan sonra buz torbası qoyun, 1-2 gün özünüzü yormayın, diqqət edin. Normalda məsələn iynə batırsan da oranın yeri ağrıya bilər, bir neçə gün çəkə bilər. Ondan sonra rahatlayırsan. Onların hamısını xəstəyə mən bilgi verirəm. Mən hər xəstəyə ən azı 45 dəqiqə vaxt ayırıram, ən azı.
və təpədən dırnağa qədər anlatıram. Bəli, sonra da Ağlar doktor hələ bir idman hərəkətlərini video ilə də göndərdi ki, sən ala bunu elə mən gələnə kimi. Çox məsuliyyətlisiz Sağ bu olun, mövzuda. çox sağ olun. Deyirəm ki, bax qapıdan çıxanda beyninizdə sual şərəsi qalmasın. Nə sualınız var soruşun. Çünki elə olanda həm xəstənin həkimə inamı artır, həm də doğrudan da müalicə effekt verir. Çünki xəstə dediyini də tətbiq edir. Yoxsa 5 dəqiqə baxıb yola vermək kimi Ona görə qəbulunuza düşmək olmur da doktor. Hər xəstə 45 dəqiqə, 1 saat baxanda sizin qəbulunuza düşmək çətin olur. Bir sual da verim sizə, yormadımsa əgər. Bu uşaqlarda bir də görürsən ki, müəyyən problemlər olur. Uşaq serebral iflici və s. Bu yöndə də, yəni istiqamətdə də yardım etmək olurmu? Reabilitasiyanın burada rolu varmı, yeri varmı? Təbii ki, yenə bir gözəl sual verdiniz. Çox təşəkkür edirəm. Ümumiyyətcə fizik tədavi həkiminə bəzən gəldiyi zaman xəstələr deyirlər ki, siz uşağa baxırsınız ya böyüyə. Bizdə elə bir şey yoxdur. Uşaq fizik tədavi həkimi deyə bir qavram yoxdur. Biz bütün yaş qruplarına baxırıq və uşaqlarda ən çox rast gəldiyimiz şeylərdən biri uşaq serebral iflici. Biz bunları vaxtında diaqnoz qoymağa çalışırıq. Ayda nə vaxt ki, fərqinə vardıq, həkimə gətirir. Bəzən gec fərqinə varır, bəzən erkən. Diaqnozu qoyduqdan sonra təbii ki, uşaq nevropatoloqu ilə bərabər işləyirik. Medikal tədavidə bizə dəstək olur və bəzən biz özümüz xəstənin spastika dediyimiz bir əzələ gərginliyi varsa, bəzi dərmanla veririk, bəzi botulinum toksin inyeksiyalar edirik, idman hərəkətləri, fizioterapiyanı edirik. Bəzən də tam tərsi olur. Əzələ çox gücsüz olur. O zaman məsələn ona botoks olmaz. Ona daha gücləndirici proqram vermək lazımdır. Yəni biz individual olaraq dəyərləndirib ona uzun müddətli müalicə veririk və tez-tez görməyə çalışırıq ki, bu idmanları sadəcə burada deyil, xəstəxanada deyil, evdə tətbiq edirmi yoxsa yox. Yəni bizim işimizdə uzun vadəli müalicə olduğu üçün takib çox önəmlidir. Yəni xüsusən mən yatan xəstələrdə onu görürəm. Yəni həkim olaraq belə deyək də, mən ailəm həkim ailəsində, anam da mən nevropatoloqdur bilirsiniz. Salamlayırıq səni Bərxan. Qardaşım da ümumi cərrahdır, o da doçent ümumi cərrah. Həmişə anamın belə bir sözü var, deyir ki, həkimlik olmaq üçün sadəcə poliklinik həkimlik yetərli deyil. Uzun vadəli yatırıb takib etmək lazımdır xəstələri. Gerçəkdən də elədir. Bizim xəstələr zaten takib xəstələridir. Mən salamlayıram səni Bərxan. Mən təşəkkür edirəm ki, belə bizim səhiyyəmizə belə yaxşı iki həkim yetişdirib. Çünki doğrudan da onun əməyi çoxdur. Həm sizin, həm Mirxalıq doktorun da bugün uğurlu həkimlərdən olmağınız və mən çox sevinirəm. Siz deyəndə ki, yəqin ki, qayıdacaq Azərbaycana. Mirxalıq doktor artıq Azərbaycandadır. Yaxın günlərdə onu dəvət edəcəm verilişə. Və son sualımı ünvanlayım sizə. Yatan xəstələr demişkən, insultdan sonraki reabilitasiya. Düzdür, mən başa düşürəm də həkim olaraq bilirəm ki, xəstənin vəziyyətindən, xəstənin şiddətindən asılı olaraq bu dəyişir. Amma bu xəstələrin tam sağalması, bərpa olması mümkündürmü? Və ən çox bilirəm Azərbaycanda da sizə sual verirlər ki, nə vaxtda düzələr? Doğru. Çox gözəl vurğuladınız. Xəstəyə görə təbii ki, dəyişir. Bəzən yanlış qavram var. Deyirlər ki, kəskin dönəmdə, misal üçün xəstənin belə deyək də, tromboza bağlı bir insult var. Aman toxunmayın. Əslində təbii ki, 3 gün, 5 gün xəstənin ümumi durumu stabil olana qədər təbii ki, biraz diqqət etmək lazımdır. Amma ondan sonra həmən başlamaq lazımdır. Azərbaycanda gec başlanılır, biraz risk almırlar. Ona görə nəticələr də biraz daha çətin olur. İnsultların ilk 6-8 ayı beynin ən sürətli bir şəkildə toparlanma sürəcidir. Orada çox böyük bir nəticə ala bilirik biz. Təbii ki, çox həddindən artıq irəli dərəcədə bir beyin travması almamışsa xəstə, təbii ki, bu bir il yarım, 2 ilə qədər və daha uzun müddətli davam edir. Amma ilk kəskin dönəm və yarım kəskin dönəm ilk aylarda müdaxilə nəticəyə ciddi təsir edir. Təbii, amma bəzən xəstənin beyin qanaması var və ya həyati göstərişinə bağlı bəzi riskləri var. O zaman təbii ki, biraz toxunmuruq, stabil olmasını gözləyirik. Amma vaxtında düzgün bir müalicə olduğu zaman və xəstənin həddindən çox beyin travması almayıbsa xəstə, çox müsbət nəticələr alırıq. Təbii ki, zaman alır. Həmən 3 günə, 5 günə olmur. Bunu aylarca uğraşırıq. Xəstə amma kəskin zaman, belə deyək də, kəskin zamanda doğru diaqnoz qoyulub, ani bir müdaxilə olunub, xüsusən invaziv radioloqlar, beyin cərrahları bəzən ani müdaxilələr edirlər. O zaman beyin də az, belə deyək, zədə görür. Bizim işimiz də asan olur. Xəstə yəni daha erkən toparlanır. Ya bu sadəcə fizik tədavi deyil, eyni zamanda beyin cərrahları, nevroloqlar, fizik tədavi doktorlarının birlikdə belə deyək, dəyərləndirilməsi və takib etməsi gərəkən xəstələrdir bunlar. Mən təşəkkür edirəm sizə. Çox təəssüf ki, vaxtımız az oldu. Mən suallarım çoxdur sizə. Mən istəyirəm belə tamaşaçıların qarşısında mənə söz verəsiniz ki, növbəti gəlişinizdə Azərbaycana biz bel ağrılarından danışaq. Seve-seve. Ki, bel ağrılarında müasir reabilitasiyanın, fizioterapiyanın rolu hardadır, səbəbləri nədir, necə müalicə edə bilərik, necə kömək edə bilərik.
Bugünlük bu qədər dostlar. Nəzərinizə çatdırım ki, Ay Həkimin bugünkü qonağı İstanbul Universiteti İstanbul Tıp Fakültəsinin Fizik Tədavi və Reabilitasiya Fakültəsindən uzman doktor Ağalar Cavadov idi və bütün reabilitasiya və fizioterapiya məsələlərinə toxuna bilməsək də bir qisminə toxunduq. Növbəti verilişlərdə yəqin ki, daha ətraflı müəyyən xəstəliklər ətrafında söhbət edəcəyik. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.